bizdə hal-hazırda valideynlər öz fikirlərindədir, öz problemlərinin içindədir, amma övladı qoyublar avtopilota. Yəni Özü gedir də. Özü gedir, məktəbi var, məsəl üçün də, bağçası var. Özü maraqlanmır da, yəni. Telefon verir əlinə, sosial şəbəkə verir, YouTube verir, başı qarışsın. Mən də öz işimi, həyatımı qorum, yaşayım da, yəni olmaz. Həm də valideynlər uşaqlarla ona görə dost olmalıdır ki, deyir yanlış yol, yanlış dost seçimi ilə başlayır. Uşaq valideynlə dost olmaz, gedər yanlış dost tapar və yanlış yola girər. Bəli. Tam doğru. Exactly. Ən çox enerji alırsınız ya enerji ötürürsünüz? Bu yaxşı sualdır. Mən çalışıram, tam şəkildə enerjimi ötürüm, müsbət enerjimi ötürüb. Təbii ki, o enerjini ötürəndə, bu enerjinin təsiri olanda, keyfiyyəti olanda, nəticəsi olanda qayıdır. Bumerang olaraq qayıdır və iki tərəf qazanır. Həm mən qazanıram, həm energiya ötürən adam ya da o tərəf qazanır. Amma mən deyərdim ki, hardasa biraz çox mən verirəm.